Bismillahirrahmanirrahim. وَمِنَ النَّاسِ مَنْ يَشْرِي نَفْسَهُ ابْتِغَاءَ مَرْضَاتِ اللَّهِ وَاللَّهُ رَءُوفٌ بِالْعِبَادِ. Rəhman və Rəhim olan Uca Allahın adıyla. Salam əziz dostlar, dəyərli izləyicilər, hər birinizi Allahın salamı ilə salamlayıram. Mübarək Ramazan günlərində yenidən hər birinizi xoş gördük. Bugün də Quran-ı Kərimin fərqli bir ayəsi işığında əsr-i saadətdə yaşanmış bir hadisəni sizinlə bölüşmək istəyirəm. Həzrət Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm Məkkədən Mədiniyə hicrət etdikdən sonra Məkkədə qalan möminlərin ayrılıq hüznü yetimlərdən və kimsəsizlərdən daha artıq yaşayırdılar. Onu görə bilməmək, söhbətini dinləyə bilməmək, Allah Rəsulunun yoxluğunu, yanında olmadığını bilmək möminlərin qəlbini dərin hüznə qərq etmişdi. Bu hüznün, bu ayrılığın üzərinə bir də müşriklərin etdiyi işgəncələr, zülmlər əlavə olunduqda artıq Məkkədə möminlər üçün yaşamaq acınacaqlı və çətin bir vəziyyətə gəlib çatmışdı. Bir fürsət tapıb Mədiniyə, anasının qucağına sığınmış körpə kimi Həzrət Peyğəmbər sallavatullahın qucağına qaçmalı, ora sığınmalı idilər. Bu ayrılığı, bu acını qəlbində yaşayan möminlərdən biri Süheyb ibn Sinan idi. Lakin uzun müddət fürsət tapıb Mədiniyə hicrət edə bilmirdi. Bir gün Həzrət Əli əleyhissalamın Mədiniyə hicrət etdiyini eşitdiyi zaman özünü Mədinə yollarına atdı və müşriklər Süheybin Məkkədən ayrıldığını eşidincə onun ardınca düşüb tez bir zamanda onu yaxaladılar. Süheyb isə onlarla belə bir razılaşma əldə etdi. Gəlin, bütün mal dövlətimi sizə verim, siz isə məni azad buraxın. Müşriklər bu təklifi tərəddüdsüz qəbul etdilər. Süheyb isə sevdiyinin yoluna düşüb, yoluna davam etdi. Nəhayət, Mədiniyə çatıb Həzrət Peyğəmbər sallavatullaha qovuşdu. Süheyb bir gün başına gələn bu hadisəni Həzrət Peyğəmbər sallavatullaha danışdığı zaman Allah Rəsulu Allahın salamı sununa belə buyurdu: Ey Süheyb, sən bu alış-verişdə qazanc əldə etdin, ziyana düşmədin. Bu hadisədən sonra Uca Rəbbimiz Bəqərə surəsinin 207-ci ayəsini Həzrət Cəbrail əleyhissalam vasitəsilə Peyğəmbərimizə nazil etdi. Ayədə Uca Allah belə buyurdu: İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda öz canını fəda edər. Allah öz qullarına qarşı çox mehribandır. Əziz və dəyərli izləyicilər, xoş o insanın halına ki, Allah və Rəsulu ilə ticarət edə. Bir insan düşünün, bütün varını, dövlətini itirə. Əslində Süheyb itirmədi, dünya ilə Rəsul arasında seçim etdi. Süheyb əslində dünyanı verdi, əbədiyyəti qazandı. Dəyərli dostlar, biz də Süheyb kimi hər gün seçim arasındayıq. Dünya ilə axirət arasında, vicdanla nəfs arasında, haqla mənfəət arasında. Görəsən, biz hansını seçə bilirik? Uca Allah bizə həqiqi, doğru seçim etməyi hər birimizə nəsib etsin.